Salam, değerli dostlar, əziz həmkarlar. Bir daha hər birinizi salamlayıram və dərsimizə davam edirik. Biz ötən dərs mövzu, məzmun, əsərin ideyası bunlar haqqında danışmışdıq. Məzmun, forma, bədii əsərin ideyası, mövzusu bunlar barədə danışmışdıq. Mövzunun davamı olaraq bugün bədii əsərdə surətin yaradılması, obrazların qurulması, müəllif bunun üzərində necə iş aparır, necə yaradır, o barədə öyrənəcəyik. Yəni, bugünkü mövzumuz bədii əsərdə hadisə və surət deyək. Hadisələri biz artıq ötən dərsimizdə demişik. Bir neçə hadisələri öncədən müəllif seçir, qruplaşdırır, sonra onları sıraya düzür. Əvvəl hansı, yəni əvvəlinci hadisə ilə sonuncu hadisə və arada olan hadisələr. Bunları müəyyənləşdirəndən sonra artıq əsəri yazmağa başlamaq olar. Amma əsas məsələ bir də əsərdə obrazların yaradılmasıdır. Belə deyək, müəllif əvvəlcə müəyyənləşdirir ki, əsərdə hansı hadisələr olacaq. Hadisələr, amma kimdir bu hadisələri yaşayan? Əlbəttə ki, insanlardır, yəni obrazlardır. Ümumiyyətlə, ədəbiyyat dedikdə, biz bədii ədəbiyyat dedikdə bilirik ki, həyatda baş verən hadisələri nəzərdə tuturuq. Həyatda baş verən hadisələr, həmin hadisələrin qələmə alınması və bu hadisələri də yaşayan insanlardır. Belə desək, yəni bədii əsərdə hadisə və surət bir-biri ilə sıx bağlıdır. Surəti müəllif necə yaradır? Bax, bugünkü mövzumuz bu barədə olacaq və surətlər hansı qruplara bölünür, hansı necədir? Bu barədə mövzumuz bunun üzərində qurulacaq. Belə deyək, öncəki əsəri yazan kimdir? İnsandır. Kimin üçün yazır? İnsan üçün yazır. Oxucuları kimdir? İnsanlardır. Və əsərdəki hadisələr kimin başına gəlir? İnsanların başına gəlir. Ona görə də bədii əsərdə əsas surət, əsas obraz deyəndə biz birinci növbədə insan surətlərini nəzərdə tuturuq. Burada gördüyünüz, şəkildə gördüyünüz insan surətinin yaradılmasıdır. Bu barədə birazdan məlumat verəcəyik. Demək deyirik ki, bədii ədəbiyyat, bədii ədəbiyyat hadisələrin toplusu, ardıcıllığı, bir-birini tamamlaması bunun üzərində qurulur. Hadisələrdə surətlər vasitəsilə oxucuya çatdırılır. Bəs surət nədir? Surət, yadda saxlayırıq, birinci əsas məsələ budur ki, surət, yəni obraz, ideyanın təzahür formasıdır. Yəni, əsərdən hansı ideya çıxacaq, müəllif bu əsəri yazmaqla, bu hadisələri verməklə oxucuya nəyi çatdırmaq istəyir, nəyi demək istəyir? O ideyadır və bu ideyanın müəllif obrazlar vasitəsilə bizə çatdırır. Yəni, bunu birbaşa müəllif öz dili ilə demir. Obrazların elə bil o əsərdən çıxan nəticə, qənaət, yəni ideya, bilirik ki, çox zaman müdrik bir fikir olur, müdrik bir cümlə olur, əsərdən çıxan ideya. Həmin o ideyanı da müəllif obrazların başına o hadisələri gətirərək o nəticəyə çıxardır ki, oxucu da ondan nəticə çıxarsın. Ona görə də deyirik ki, surət ideyanın təzahür formasıdır. İdeya surətlərin üstündə təzahür tapır. Surət sözü ümumiyyətlə məhdud və geniş mənada işlənir. Məhdud mənada surət deyəndə biz bir obrazı, bir nəfər surəti nəzərdə tuturuq. Amma geniş mənada surət dedikdə ümumiləşdirmə yolu ilə yaranan surəti, obrazı biz düşünməliyik. Surətlər, bədii əsərdə surətlər bu qruplara bölünür desək, yəni əsas insan surətlərdir, bundan başqa təbiət surəti də, əşya surəti də mövcuddur. İndi baxaq, ən birinci, ən əsas insan surətidir. Görək, müəllif bu insan surətini necə yaradır? Bax, ilk əvvəlcə bu insan surətləri haqqında danışacaq. Tutaq ki, müəllif əsərdə bir obraz yaradır. Baxın, bax bu obraz, ortadakı obrazı desək, müəllif bu insan obrazını yaradır. Əslində bu insan həyatda yaşayan bir nəfər şəxsdir, onu müəllif tanıyır. Oxucular isə biz oxusaq da o həmin əsəri, obrazın müəllif kimi nəzərdə tutduğunu bilə bilmirik. Müəllif əvvəlcə yaratdığı bu obraza birinci adını düşünür. Çox zaman obrazın adı xarakterinə uyğun olur, əsərdə verilir. Biz indi tutaq ki, müəllifin verdiyi addır. Bu obrazın adını qoyub müəllif nə olsun? Məsələn, Vüqar.
Vüqar adlı obraz əsərin əsas qəhrəmanı tutaq ki budur. Və bu vüqarın hansı xüsusiyyətləri müəllifi cəlb edib ki, onun haqqında əsər yazmaq qərarına gəlib. Hər şey ola bilər, müxtəlif cəhətlər, müxtəlif ideyadan asılı olaraq. Məsələn, buna aid olan xüsusiyyətlər nə ola bilər? Tutaq ki, bu vüqar mərddir. Tutaq ki, bu vüqar sözü bütövdür. Sonra nə deyə bilərik vüqar haqqında? Mərddir, sözü bütövdür, olsun cəsarətlidir. Cəsarətlidir. Bu üç xüsusiyyət, tutaq ki, mərdlik, sözü bütövlük və cəsarətlilik müəllifin diqqətini cəlb edib və vüqarın obrazını bu şəkildə yaradıb. Mərd, sözü bütöv və cəsarətli bir obraz olaraq vüqar obrazını seçib yaradıb. Bu xüsusiyyətlər ancaq vüqara aid olduğuna görə biz buna deyirik xarakter. Çünki vüqarın xarakteri budur. Və yadda saxlayırıq ki, xarakter fərdidir. Fərdi nə demək? Bir nəfərə aid olan deməkdir. Fərdə, bir fərd. Yəni vüqara, təkcə vüqara aid olan xüsusiyyətlərdir. Deməli, yalnız vüqara aid olan xüsusiyyətlər, mərdlik, söz bütövlük və cəsarətli olmaq, bu oldu vüqarın xarakteri. Yəni, ona aid olan fərdi cəhətlər. Amma müəllif bundan bitmir. Belə olsa, biraz obraz bir nəfərə aid olsa dar olardı. Müəllif bu obrazı, yəni təkcə vüqarı nəzərdə tutaraq yazsa, əsər o qədər geniş ola bilməz. Ona görə də müəllif obrazı genişləndirməklə, başqa xüsusiyyətlər ona verməklə obrazı genişləndirmiş olur, ümumiləşdirmiş olur. Əslində vüqar kimi nəzərdə tutduğu obrazın bir neçə obrazın bütövləşməsi olmuş olur. Məsələn, bax, kənarda gördüyümüz bu obrazlar var, insanlar var. Baxın, tutaq ki, bunun adı, məsələn, Əlidir. Əlin hansısa bir cəhəti, məsələn, hansı bir cəhəti, yaxşı, xoş bir cəhəti müəllifin xoşuna gəlir və bu əlinin ya yaşadığı hansısa bir hadisəni, ya da hansısa bir xarakterini, məsələn, olsun ki, sadiqdir, sədaqətli adamdır, sadiqdir, sözünə, vədinə sadiq adamdır. Müəllif bax, bu əlidən götürdü, bu sadiqlik xüsusiyyətini də gətirdi, verdi, vüqarın üstündə cəmləşdirdi. Və yaxud da bu obrazdan burada verilən bir obraz var. Tutaq ki, bunun da adı Fəriddir. Bu Fərid adlı insandan da hansısa bir cəhətini, məsələn, tutaq ki, başına gələn bir hansısa bir hadisəni, nəysə, ürəyi təmiz olsun. Tutaq ki, bu da ürəyi təmizdir. Bax, bu ürəyi təmizliyi də Fəridin ürəyi təmizliyində gətirdi, bunu da caladı vüqar obrazına. Bax, eləcə də burada götürülən digər bu obrazlardan da hansısa bir xüsusiyyət, hərəsindən bir xüsusiyyət və ya hərəsinin başına gələn bir hadisəni, bir əhvalatı, müəllif hamısını gətirdi, qoydu vüqarın üstünə. Güya vüqar yaşayıb bunların hamısı. Güya bu xüsusiyyətlərin hamısı vüqarın başına gələndə. Güya bu vüqar həm də sədaqətlidir, vüqar həm də ürəyi təmizdir, vüqar hamıya inanandır. Belə bir obraz yaratmış olur. Və bu yaradılmış həmən bu obraz, yəni bu vüqar obrazı artıq təkcə vüqarlıqdan çıxmış olur. Bu artıq ümumiləşmiş obraz olur. Ümumiləşmiş. Ümumiləşmə yolu ilə müəllif belə bir obraz yaradır. Bəs həyatda olan o obrazlar nədir? Bu, həyatda yaşayan bu obrazlar, hansı ki, məsələn, Əli dedik, Fərid dedik, kimlər dedik, bunların ki, müəllif onlardan əsərə gətirib hansısa bir xüsusiyyətləri, bax, bu obrazları da biz deyəcəyik prototip. Prototip və yaxud da proobraz. Proobraz. Fərid isə ümumiləşmə yolu ilə, vüqar isə ümumiləşmə yolu ilə yaranan tipdir. Bugün biz tip sözünü pis mənada işlədirik, filankəs tip adamdır. Yəni, o pis mənada işlədirik, amma klassik ümumiyyətlə ədəbiyyatda tip ümumiləşmiş obraz deməkdir. Demək, Fərid, nəzərdə tutulan Fərid obrazı ümumiləşmə yolu ilə yaranan tipdir. Kənarda hansı ki, o obrazların hansısa başına gələn bir hadisəni və yaxud da xarakterindəki hansısa bir cəhəti müəllif gətirib vüqarın üstündə cəmləyib, həyatda yaşayan həmən obrazlarda olurlar prototip və ya proobraz. Bu ümumiləşmə
ümumiləşmə demək. Deməli, yalnız fərdə aid olan xüsusiyyətlər, təkcə fərdin olan xüsusiyyətlər xarakterdir. Xarakter fərdi xüsusiyyətlər daşıyır. Ümumiləşmə yolu ilə yaranan obraz, ümumiləşmə yolu ilə yaranan obraz olur tip. Və həyatdakı şəxslər də hansı ki, onlardan müəllif vüqar obrazın üzərinə gətirib, həmin obrazlarda adlanır prototip və yaxud da biz ona deyirik proobraz. Demək, artıq biz surətin necə yaranmasını öyrənmiş olduq. Biz artıq insan surəti necə yaranır, necə əmələ gəlir, bunu artıq öyrənmiş olduq. Xarakter nədir? Fərdin xüsusiyyətlər deməkdir, bunu bildik. Yəni, xarakter deyəndə bir obrazın fərdi xüsusiyyətləri nəzərdə tutulur. Ümumiləşmə yolu ilə yaranan obraz dedik ki, bu tipdir, tip olur. Tipikləşmə yolu ilə, ümumiləşmə yolu ilə yaranan obraza biz tipik surət deyirik, tipik surət. Yəni ki, dərslərdə rast gəlmişsiniz, məsələn, o dövrdə yaşayan mollaların ümumiləşmiş obrazıdır. Bu nə demək? Bu demək ki, o dövründə yaşayan həmin mollaların hamısının xarakterində bu şeylər olub. O dövr bəylərinin tipikləşmiş obrazıdır deyirik. Bu demək ki, həmin dövr bəylərinin hamısından müəllif bir dənə bəy obrazı yaradır. Və həyatda yaşayan insana da biz dedik deyirik prototip və ya proobraz. İndi insan surətləri müəyyən qruplara bölünür. Bax, bu qruplar haqqında danışacağıq. Birinci deyirik müsbət və mənfi surətlər. Müsbət surət nədir? Mənfi surət nədir? Müsbət surət, biz bayaq dedik ki, insan obrazı nədir? İdeyanın daşıyıcısıdır. Müsbət surət nə edir? İdeyanı daşıyandır. Elə bir yazıçının ideyası, fikri nədirsə, çiyninə götürür onu, əsərin sonuna qədər onu aparır. Yol onun yoludur, müsbət obrazın yoludur. O aparır, sonda o ideyanı da oxucuya təqdim edir. Oxucu oxuduğu o hadisələrdən, əsərdə yaşananlardan bir nəticə çıxardır və yazıçının ideyasını başa düşmüş olur. Amma bir də var mənfi surətlər. Mənfi surətlər nədir? Mənfi surətdə, baxın, bu ideyanı aparmağa qoymayan obrazdır. Onun yoluna daş kəsək vuran obrazdır. Qoymur ki, ideya getsin. Amma onun da müəyyən ideyanın açılmasında köməyi var. Kömək odur ki, oxucu o mənfi obrazın başına gələn hadisələri oxuduqca nəticə çıxardır. Və sonda da həmin nəticənin cavabı olaraq ideya meydana çıxmış olur. Ona görə də yadda saxlayaq ki, ideyanın daşıyıcısı deyəndə biz təkcə müsbət surəti nəzərdə tutmuruq. Həm də mənfi surət də ola bilər bu. Yəni, bədii əsərdə həm müsbət, həm də mənfi surət bədii əsərin ideyasının daşıyıcısı hesab olunur. Bayaq biz gördüyümüz müsbət obraz idi. Biz müsbət surət yaratmışdıq həyatda. Amma mənfi obraz da ola bilər. Yəni, bizim o dediyimiz gərək ki, vüqar obrazı idi, adını təxmini qoymuşduq. O, vüqar obrazı mənfi obraz kimi də ola bilər və həyatda özü kimi mənfi xüsusiyyətləri olan insanlardan da o obrazda yarana bilər. Yəni, müsbət və mənfi surəti biz bu cür fərqləndiririk. Müsbət surət yazıcı ideyasının daşıyıcısıdır. Hamıya kömək göstərən obrazdır. Ümumiyyətlə, belə deyək də, həyatda tanıdığımız yaxşı insanlar müsbət obrazlardır. Öz mənafeyini deyil, xalqın mənafeyini üstün tutan obrazlar müsbət obrazlardır. Amma ancaq özünü düşünən, öz mənafeyini xalq mənafeyindən üstün tutan, başqalarına hilə gələn, tələ quran, paxlı olan, müsbət obraza həmişə qarşısına sədd çəkməyə çalışan, ara vuran, aləmi bir-birinə qatan deyək, dostlar arasında intriqa salan, bax, belə bir obraza da biz mənfi surət deyəcəyik. Müsbət surətlə mənfi surətin, belə desək, xarakterindəki fərqlər, xüsusiyyətlər bunlardır. Amma hər ikisi ümumiləşmə yolu ilə yaranan obraz. Yəni, ikisində də xarakter var, yəni fərdi xüsusiyyətlər var. Amma daha çox ümumiləşmiş obrazlardır, tipik surətlərdir və daha çox tip olurlar. İndi baxaq bədii əsərin qəhrəmanı deyəndə biz nəyi nəzərdə tuturuq? Bəs bədii əsərin qəhrəmanı dedikdə biz nəyi, kimi nəzərdə tuturuq? Bədii əsərin qəhrəmanı. Bədii əsərin qəhrəmanı yadda saxlayırıq ki, hadisələrin mərkəzində duran obrazdır. Yəni, əsər oxuyanda biz görürük ki, bir nəfərin haqqında daha çox danışılır. Hadisələrin mərkəzində duran insan odur. Həmin
qəhrəman, həmin obraz olur bədii əsərin qəhrəmanı. Bədii əsərin qəhrəmanı ancaq müsbət deyil, mənfi də ola bilər. Yəni əsas hadisələrin kimin başına gəlir, kimdir, kimin həyatı daha çox verilir, o bədii əsərin qəhrəmanı olur. Məsələn, Oktayloğlu əsərində Oktay bədii əsərin qəhrəmanıdır, müsbət qəhrəmandır. Hacıqara əsərində Hacıqara həmin əsərin qəhrəmanıdır, mənfi obrazdır. Ona görə də yadda saxlayırıq ki, bədii əsərin qəhrəmanı dedikdə əsas əhvalatları yaşayan kimdir? Əsas hadisələr kimin başına gəlir? O obraz bədii əsərin qəhrəmanı olur. Və indi baxaq əsas və epizodik surətlərə. Görək bədii əsərdə əsas surətlər və epizodik surətlər nə deməkdir? Əsas surət və epizodik surət. Əsas və epizodik surətlər. Nə deməkdir əsas surət, nə deməkdir epizodik surət? Əsas qəhrəman bədii əsərin əsas obrazı, yenə də hadisələrin mərkəzində duran obrazdır. Epizodik surət xidmət eləyir, bax bu əsas qəhrəmanın xarakterinin açılmasına, onun hansı xüsusiyyətləri var, onun açılmasına. Yəni, məsələn, belə desək, epizodik surət əsərdə az görünür. Heç hadisələrə o qədər təsiri də yoxdur. Hadisələrlə bağlı deyil. Sadəcə o girir əsərə, ya tez girir, tez çıxır, ya gec girir, tez çıxır. Əsərin əvvəlində də ola bilər, ortasında da, sonunda da ola bilər. Girir, hansısa bir deyilməli bir sözü deyir. Məsələn, bax, nümunə kimi deyək, Hacıqara əsərində, Mirzə Fətəli Axundovun Hacıqara əsərində orada bir molla obraz var. Yəqin ki, həmin əsəri hər biriniz oxumusunuz. Molla obraz var. Heç bir rolu yoxdur əsərdə. Sadəcə Hacıqara dilxor olanda ki, mallar satılmır. Gəlir həmin anda Hacıqaranın yanına, salam mələküm, hacı, atanızın ismi şərifi nədir? Atasının adı soruşur. Hacıqara soruşanda ki, atamın adını deyirsən. Deyir, bu gecə bir Yasin oxumuşam, istəyirəm onu sənin atanın ruhuna bağışlayayım. Hacıqara əvvəlcə normal qəbul edir. Bunu deyir ki, nə yaxşı, bəs hardan ağla gəldi mənim atama sən Quran oxudun, Yasin oxudun. Molla da deyir ki, nətər hardan ağla gəldi? Ağlıma gəlməyib, sənin oğlun dünən mənim oğluma deyib ki, atan mənim babama Quran oxusun, səhər gəlsin dükandan, ona bir abbası verim, getsin Quranın pulunu. O bir abbas söhbətini eşidən kimi hacı çıxır özündən ki, mən atama özüm Quran oxuyuram, qovur, mollanı qovur ki, çıx get. Bax, görürsünüz, bu epizodik obraz gəldi bir dənə Hacıqara ilə bir balaca bir söhbət elədi, getdi. Amma biz burada Hacıqaranın hansı bir keyfiyyətini üzə çıxartmış olduq. Gördük ki, bu adam o qədər xəsisdir ki, bir abbası qıymır atası üçün oxunan Yasinə verməyə. Bax, belə xəsisliyin ən pik həddini sanki o Xudaverəndi gərək obrazınadır, o molla obrazı bizə çatdırmış oldu. Bax, epizodik surətlər budur. Əsərlərdə çox rast gəlinir, çox. Hər biriz, mən də indi çoxlu nümunələr, misallar göstərə bilərəm, amma o qədər də vaxt yox ki, mən bu barədə çoxlu nümunələr göstərə bilim. Demək, əsas surət hadisələrin mərkəzində duran obrazdır. Epizodik surət isə əsas obrazın xarakterinin açılmasına yardımcı olan, kömək eləyən obraz. Biz buna deyirik epizodik surət. Deməli, nəticə olaraq nə deyə bilərik? Əsas surət fəaldır, əsərdə fəaldır, çox iştirak eləyir. Əsərin sujeti ilə möhkəm bağlıdır. Bu əsas obrazdır. Elə bir o ideyanın açılmasına yardım eləyir. Nəyinsə, yəni əsərdə əsas iştirak eləyən, daha çox iştirak eləyən obrazdır və dedik, həm müsbət, həm də mənfi ola bilər, amma epizodik surətlər belə deyil. Və bütün bu deyilənlərdən belə bir nəticə çıxarda bilərik ki, baxın, bədii əsərin qəhrəmanı, müsbət surət, mənfi surət, sonra əsas və epizodik surətlər, insan surətinin xarakteridir də bunlar. Bunlar daha çox hansı əsərdə, hansı ədəbi növdə olan əsərlərdə olur? Əsasən epik əsərlərdə, bir də dramatik əsərlərdə. Deməli, epik və dramatik əsərlərdə müsbət obraz, mənfi obraz, bədii əsərin qəhrəmanı, əsas, epizodik surətlər iştirak eləyir. Bəs lirik əsərlərdə? Lirik əsərlərdə nə olur? Lirik əsərlərdə obrazlar əlbəttə bilir ki, yoxdur. Ancaq hiss, həyəcan, duyğu var və bu müəllifin özüdür, bir əsas qəhrəman olur. Bu müəllifin özüdür və biz də həmin müəllifə, obraza nə deyirik? Deyirik ki, lirik qəhrəman. Deməli, lirik qəhrəman ancaq lirik əsərlərdə olur
və müəllifdir, lirik qəhrəman müəllifin özüdür və həmin müəllif yalnız özünü deyil, digər insanların da duyğularını, hisslərini əks etdirmiş olur. Biz beləliklə insan surətlərinin növlərini zadı öyrəndik. Amma indi bir şey qalıb. Qalan nədir? Deməli, qalan bədii əsər obrazın, biz obrazın yaradılmasını dedik. Amma bir də var, obrazın xarici görkəmi. Axı, obrazın təkcə müəllif, obrazın təkcə daxili aləmini açmır. Həm də onun xaricini verir. Xarici görkəmi. Xarici görkəm nədən ötürüdür? Oxucuda görkəm. Ondan ötürüdür ki, oxucuda bu obraz haqqında müəyyən bir təsəvvür verilmiş olsun. Obraz onun, oxucu həmin obrazı gözün önündə canlandırmış olsun, canlandıra bilsin. Bu, əlbəttə, yenə də biz buna deyəcəyik, bədii əsəri də deyirik buna portret. Portret deyirik. Portret bilirik ki, nədir? Şəkildir də. Amma bu şəkil, bədii əsərdəki şəkil, obrazın xarici görkəminin qələmlə deyil, yəni elə qələmlə, amma yazı ilə çəkilmiş rəsmidir. Müəllif bunu elə verir ki, obraz haqqında, obrazın xarici görkəmi insanda müəyyən bir təsəvvür yaratmış olur. Məsələn, burada bir dənə bu şəklə baxaq. Baxın, belə bir obrazdır. Müəllif bu obrazın şəklini qələmlə çəkir. Amma rəssam kimi deyil, təsvir eləməklə. Bu obrazı necə təsvir eləyə bilər? Məsələn, gözündə eynək var, saçını bu şəkildə darıyır, qaşları belədir, gözü belədir, ağzı belə, burnu belə, gənc yaşdadır. Bunu elə təsvir eləyir ki, müəllif sözlə. Təsvirini elə verir ki, həqiqətən də insanın gözünün önündə baxın, bax, belə bir obraz canlanmış olur. Biz buna deyirik bədii əsərdə portret. Demək, portret nədir? Portret obrazın xarici görkəminin sözlə çəkilmiş rəsmi. Və indi təbiət surəti haqqında öyrənirik. İnsan surətini bildik. Bəs təbiət surəti nədir? Təbiət surəti təbiət təsviridir. Təbiətin təsvirinin verilməsidir. Bu da bədii əsərdə hansı, nəyə xidmət eləyir təbiət təsvirinin verilməsi? Hadisələrə təsir eləyir. Təbiət surəti, əvvəlcə onu deyək ki, təbiətin təsviri əsərin janrından asılı olaraq dəyişə bilir. Məsələn, əgər janr kiçikdirsə, epik əsərlərə daha çox aiddir. Lirik əsərdə də təbiət var, başqadır, onun başqa dərsdə deyəcəyik. Hekayətsə, məsələn, hekayədə təbiət surətini müəllif uzun-uzadı verə bilməz, çünki hekayənin həcmi qısa olur. Verə bilər 1-2 cümlə ilə. Povestdə nisbətən geniş verə bilər, amma romanlarda, iri həcmli əsərlərdə təbiət surətindən müəllif geniş istifadə edə bilər. Geniş təbiət lövhələri yarada bilər. Və bu təbiət surəti, təbiət lövhələri əsərdəki hadisəyə və obrazın xarakterinə hadisə və obraz uyğun verilir. Necə uyğun verilir? Bu deməkdir ki, hadisəyə, obraza uyğun. Məsələn, təbiət surətini insan oxuyur. Əvvəlcə əsər oxuyanda biz təbiəti oxuyuruq. Görürük, çox gözəl təbiət surəti var burada. Yəni, təbiət gözəl təsvir olunursa, oxuduqca insanın ruhu sanki təzələnirsə, deməli, bu təbiət surətinin ardı ilə gözəl bir hadisə təsvir olunacaq. Yox, əgər təbiət surəti pis təbiət surət təsvir olunursa, məsələn, tufanlı gecə ola bilər, qaranlıq gecə ola bilər, vahiməli, sükutlu, ayın gizlənməsi, belə bir şeylər verilə bilirsə, o zaman ardı ilə verilən hadisə də pis hadisə gəlir. Təbiət surətinə, təbiət təsvirinə uyğun hadisə verilmiş olur. Amma əlbəttə ki, bəzən bu ziddiyyət təşkil edir. Deyirik ki, məsələn, təbiət surəti ilə obrazın xarakteri və ya sonraki hadisə ziddiyyətli verilir. Dəli Kür əsərində biz buna rast gəlmişik. Bir sıra əsərlərdə var ziddiyyətli, yəni Dəli Kürdə görürük ki, Zərnigar xanımla təbiət təsviri arasında böyük ziddiyyət var. Təbiət gözəldir, yaz gəlib, amma Zərnigar xanım o halda deyil. Və yaxud da Füzulinin Leyli və Məcnun əsərində ən gözəl nümunəsi var bunun. Füzuli təsvir eləyir təbiəti, çox gözəl təbiət təsvir eləyir, baharın təsvirini. Amma belə gözəl bir gündə Leylinin ürəyi açılmır, qəlbi açılmır. Anası da Leyliyə deyir ki, qızım, belə gözəl deyir, havadır, sən niyə bu dərd-qəm içindəsən?
Qızlarla dur, qızlarla çıx gəzintiyə, təbiətin qoynunda, bağda biraz gəz, eynin açılsın. Leyli də çıxır və ardı ilə qızlarla gəzintiyə çıxır və ardı ilə Məcnun təsviri verilir. Məcnun da dərdqəm içindədir və görürsünüz, dolayısıyla ilk təbiətin, gözəl təbiətin təsviri rastlaşır orada ki, bayra gəzintiyə çıxan Leyli Məcnunla rastlaşır. Bax, görürsünüz, əkslik verilirsə, ziddiyyət verilirsə, sonu necə deyirlər, müsbət qutarır. Və yaxud da Axundovun Şərq poemasında çox gözəl təbiət təsvir verilir, baharın təsviri. Sonda müəllif deyir ki, ey könül, şadlığa bax, bayram edir cümləcahan. Səni bu nəşəli çağlarda nə üçün sardı duman? Görürsünüz, bir dənə misra ilə bayram edir cümləcahan, bayram eləyir, çünki Novruzdur, bahar gəlib, amma şairin qəlbi dərdqəm içindədir. Və şair öz qəlbinə müraciət edib bunun səbəbini soruşur. Bax, bu şəkildə təbiət təsviri verilir və təbiət təsvirinə, əsərlərdə təbiət təsvirinə həm də deyirik peyzaj. Peyzaj deyirik. Peyzaj təbiət təsviridir və kulminasiya, bədii əsərin kulminasiyasının tərkib hissəsidir. Nəhayət, son olaraq əşya surətləri haqqında deyirik. Əşya surətləri nədir? Bu da obrazın, bədii əsərdəki obrazın elə bir otağının təsviri, obraza aid olan, məsələn, ta ki, əsərin əsas qəhrəmanı bir harca bir iş yerindədir, işlə bağlıdır, onun oturduğu stolunun təsviri, üstündə kitablar necə düzülüb, nədir? Bax, bunlara da biz deyirik əşya surəti. Demə, əşya surəti bədii əsərin əsas qəhrəmanının otağını mı, nəyinsə, ona məxsus hansısa bir əşyanı mı, onun sevimli əşyasını mı təsvirinə deyilir. Burada eyni zamanda Köroğlu'nun qıratının təsviri də bura daxildir, Bozatın təsviri də bura daxildir. Yəni, əşya surat dedikdə bunlar da onun içində gedir. Və nəhayət son olaraq bir də əhval-ruhiyyə təsviri var bədii əsərdə. Bu da əsasən əsərin əsas qəhrəmanı haqqında olur. Əsas qəhrəmanın sevincini, kədərini, gülüşünü, göz yaşını, müəllif surətin xarakterindən asılı olaraq, yəni mənfiliyindən, müsbətliyindən asılı olaraq onun da təsvirini verir. Buna da biz deyirik əhval-ruhiyyə təsviri. Bax, bugünkü mövzumuz bu qədər. Güman eləyirəm ki, aydın oldu sizə, başa düşdünüz. Məncə, aydın dildə izahını verməyə çalışdım. Hardasa bir qüsurum olsa da üzrü sayın və çox xahiş edirəm, bəyənin, paylaşın, rəylər yazın ki, mən də həvəsə gəlib yeni başqa mövzuları sizə təqdim edeyim. Hələlik bu qədər. Çox sağ olun hər birinizə. Uğurlar arzu eləyirəm.